Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. İşğaldan azad edilən ərazilərdə məskunlaşan şəxslərin peşə məktəblərində təhsil haqqı 3 il dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Xəbər verilir ki, bu məsələ Milli Məclisin bugün keçirilən plenar iclasında müzakirə olunan təhsil haqqında və peşə təhsili haqqında qanunlarla dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025-2026, 2026-2027, 2027-2028-ci il tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsil müəssisələrinə qəbul olmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsindən vəsaiti hesabına ödəniləcək. Dəyişikliklər təsdiq olunacağı təqdirdə 2025-ci ilin sentyabrın 15-dən tətbiq ediləcək. Qanun layihəsi səsverməyə qoyularaq 3-cü oxunuşda qəbul olunub.